tarixi bir hadisədir, Bəhreyndə baş verir. Bir dənə nar gətirir şahın yanına, narın üstündə yazılıb La ilahe illallah Peyğəmbərə təsdiq, ondan sonra birinci, ikinci, üçüncü, dördüncü Allahın xəlifələridir cümləsi yazılıb narın üstündə. Nar belə yetişib. Nar belə yetişib. Şahda baxır, gör, bəli, əlindən yazılan bir şey diyor, Allahın qüdrəti ilə yetişəndir. Bir dənə diyor, iki dənə diyor, neçə dənədir. Yığır şiyə öləmasın. Deyir, buna bir şey tapın, buna bir çarə tapın, bu nədir? Bu möcüzə deməli başlayır. Bəyən biz səhv eləmişik vaxtı gəlir. Şahdır da, alim deyir, bir şey deyir. Beyni də çöndü, aləm deyər bir-birinə. Bunlar deyirlər, möhlət ver bizə 3 gün. Gedək buna bir çarə tapaq. Şəhərin şiyə üləmasını yığışırlar, deyirlər, baxız göz qabağındadır, görün bunlara bir baxın, üstündə bu nəqşə, əllə yazılan şey deyir, bu elə belə bitib, Allahın işidir. Görsənən yəni, ya budur. Bunun bir cavabını tapmalıyıq, yoxsa şiyyələrin vəziyyəti xərab olacaq burada. Qərarı alırlar, neçə dənə alim olurlar, 30 nəfər deyirlər, biz aramızdan 20 nəfər ən təqvalısını seçək duaya. Aralarından 30 nəfərin içindən 20 nəfərin seçirlər. Deyirlər, bu 20 nəfərin içindən də ən təqvalı 10 nəfəri seçək. 10 nəfər ən təqvalısını seçirlər. Deyirlər, bu 10 nəfərin içindən 7 nəfər ən təqvalını seçək. 7 nəfər ən təqvalını seçəndən sonra öz aralarında alimlər deyirlər, bu 7 nəfərin içindən də 3 nəfər ən təqvalı alimləri seçək, gedək düşək səhrada, başımızı çırpaq yerə, yalvaraq İmam Zamana gəlsin, bunu açsın. Adlarına can qeyd olunub, mən bilmirəm, yadımda saxlamadım. Birinci gecə filan kəs gedir. Səhərəcən yalvarır, İmam Zaman. Bir xəbər yoxdur. İkinci gecə filan kəs gedir. İmam Zaman. Xəbər yoxdur. Üçüncü gecə filan kəs, həmən o alim ağlayır İmam Zaman. Bizim başqa qapımız yoxdur, bizim başqa ağamız yoxdur, bizim başqa dərdimizi deyəcəyimiz yoxdur. Sən bizim sahibimizsən, sən bizim yiyəmizsən. Sən gəlib bizi bu problemdən, bu çətinlikdən çıxartmasan, bizi kimsə gəlib bu dərddən, bu problemdən çıxarda bilməz. Biz ağır bir dönəm yaşayırıq, çətin bir dövrandır. Bir nəfər yaxınlaşır, deyir, ay filan kəs, niyə belə ağlayırsan, niyə belə səbirdən çıxmısan? Nə işin var İmam Zamanla? Bu deyir, ay cavan, sənin işin olmasın, mənim hacətim var, get, əgər səninlə, mənlə bir işin yoxsa, sən də çıx, get buradan, dayanma yanımda. Deyir, filan kəs, mən sənin imamınam. Sən gecədən məni çağırırsan, mən sənin imamınam. Gəlmişəm. Deyir, əgər doğrudan sən mənim imamımsan, denən niyə ağlayıram burada? Bu qaydir deyir ki, bəs sən həmən onlar məsələsinə görə gəlmişsən, ona görə ağlayırsan. Düşür əllərindən öpür, ayaqlarından öpür ki, mənim sahibim. Pis vəziyyətdir, vəziyyət ağırdır. Niyə gəlib kömək eləmirsən? Niyə köməyimizə çatmırsan? Deyirsən, niyə 3 gün vaxt verdin şaha? Desəydin bir günə cavabı verəcəyik, elə həmən gün gəlib cavab verə. 3 gün vaxt qoydun. Şəkkin var idi mənə. Ya inki özün haqqında bilmirsən, hər iş üzü çevirən mənəm. Yəni bu imanda, bu etiqadda olasan, hər işi çevirən İmam Zamandır. Niyə 3 gün vaxt qoydun? Ona görə 3 günə gəlmiş. Ged şaha, şahın yanına get. Denən sənin sualının cavabını vəzirin evində verəcəyəm. Amma qoyma vəzir səndən qabaq girsin evə. Vəzir nə bağda səndən qabaq girək evə. Evə girərsən, vəzirin otağına girdin, sol tərəfə dönərsən, bir taxça var, taxçanı aç, cavab oradadır. Gəlir, daxil olur və gəlir şaha deyir ki, bəs sualın cavabını vəzirin evində verəcəyəm. Amma vəzir bizdən qabaq girməməlidir və vəzirə denən bizdən sonra girsin evə. Gəlirlər, daxil olurlar evə. İçəri girəndə otağına sola dönür, görür, bəli, taxça var. Taxçanı açır, görür taxçanın içində neçə dənə qəlib var. Qəlib. Qəlbin içində o sözlər yazılıb. Qəlibi bağlayır nar balaca olanda ağaca,
nar içində böyüyə-böyüyə o qəlbin içindəki yazılar hopur nara. Hopur nara və bu sirri faş eləyir İmam Zaman Əcəlallah Teala Fərəcəhu Şərif ki, müraciət olunsun ona hər dəqiqə.